Salam, hər vaxtınız xeyir olsun. 2025-ci il biologiya time testindən ümumi sınaq 6-nın 22-ci sualının izahını vermək istəyirəm. İnsanın gövdə skeletində yalnız bir sümüklə birləşmə əmələ gətirən sümüklərin sayı çeyin qurşağı sümüklərinin sayından neçə ədəd çoxdur? Biz bilirik ki, insanın gövdə skeleti dedikdə onurğa sütunu, qabırğalar və döş sümüyü bir yerdə gövdə skeletini əmələ gətirir. Gövdə skeletində 4 sərbəst qabırğa, bir də axırıncı büzlüm sümüyü yalnız bir sümüklə birləşmə əmələ gətirir. Yəni bunların sayı 4 sərbəst qabırğa və bir axırıncı büzlüm fəqrəsi 5 olur. Çeyin qurşağı isə 2 kürək və 2 körpücük sümüklə, yəni 4 sümükdən ibarətdir. 5-dən 4-ü çıxırıq, yerdə qalır 1. Demək, insanın gövdə skeletində yalnız bir sümüklə əmələ gətirən sümüklərin sayı qurşaq sümüklərin sayından bir ədəd çoxdur. Doğru cavabımız olur A variantı.